Üçüncü sualımız tək cüt funksiyalar mövzusunda 34-cü sualdır. Sualda deməli f(x)in cüt, g(x)in tək olduğunu verib, bu ifadələrə əsasən bizdən f(a)nın qiymətini təyin etməyi soruşur. Əvvəlcə biz yada salmalıyıq ki, cüt və tək funksiyalar nə əldə edirik? Cüt funksiyalar məsələn f(x)də aldığı qiymət f mənfi x-də aldığı qiymətlə eyni olmalıdır. Məsələn, cüt funksiyalara nümunə olaraq biz parabolanı deyə bilərik, x kvadrat. Bunun 3'də aldığı qiymət də 9'dur. Mənfi 3'də aldığı qiymət də 9'dur. Ona görə parabola cüt funksiyadır. Amma tək funksiyaların x-də aldığı qiymət onun mənfi x-də aldığı qiymətin əksinə bərabərdir. Tək funksiyalara nümunə olaraq biz fx bərabər x deyə bilərik, yəni bildiyimiz düzxət funksiyası. Məsələn, 1'də aldığı qiymət 1'dir, amma mənfi 1'də aldığı qiymət mənfi 1'dir. Deməli, bu funksiyanın qiymətinin əksində aldığı qiymət həmin qiymətin əksinə bərabərdir. Bizdə bu sualda deməli, bunları bilərək nədən istifadə etməliyik? Birincidə f(a)nın olduğu kimi saxlayıram. Üstəgəl f mənfi b verir. F x cüt funksiya olduğuna görə f-in mənfi b-də və b-də aldığı qiymətlər eynidir. Buna görə də f mənfi b-nin yerinə sadəcə f b yazıram. J-hanında olduğu kimi saxlayıram. Daha sonra f(x)in cüt olduğunu verib yenə f mənfi a-nın yerinə f a yazıram. Çıx f b olduğu kimi saxlayıram. Sonuncuda j mənfi a. J(x)i bizə tək verib. Deməli j mənfi a biz j(a) ilə əvəz edərsək qarşısına mənfi çıxacaq. Onda cavabımız olacaq j müsbət a. Bərabər olmalıdır 9'a. Bunu təminlər sistemi kimi yazıb alt-alta toplasaq nə alırıq? 2f(a) bərabərdir 14. Bunlar hər biri islah olunur. f(a)nın qiymətində buradan rahat şəkildə 7 tapırıq. Deməli bu sual üçün bilməli olduğumuz tək şey cüt və tək funksiyaların xassələridir. İkinci sualı isə parabola mövzusundan seçmişəm. Burada qapalı tipdə olanların sonuncu sualıdır. Deyək ki, y bərabərdir x kvadrat, üstəgəl px, üstəgəl q, rasional əmsallı tənliyin qrafiki, ox oxunu, funksiyanın qrafiki, ox oxunun absisi kök altda 3 çıx 1'in kvadratı olan nöqtədə kəsir. Bizə p üstəgəl q-nü tapmağımızı istəyir. Deməli, burada normal oxuyanda adamın ağlına ilk olaraq bunu əvvəlcə bilməliyik ki, funksiya ox oxunu harada kəsir. Məsələn, belə bir parabolamız olsa, bunun ox oxunu kəsdiyi nöqtələr həm də onun kökü olacaq. Ona görə də biz bu sualı ilk dəfə oxuyanda istəyə bilərik ki, aparıb bu kökü x-in yerinə qoyaq hər dəfə, daha sonra isə oradan bir sadələşdirmə eləməyə çalışaq. Amma o alınsa belə çox uzun olacaq, onun yerinə daha yaxşı bir yol var. Məsələn, biz bilirik ki, x1 hazırda buna bərabərdir. Kök altda 3 çıxılsın 1'in kvadratına. Bunu açıram, olub 4 çıxılsın 2 kökdə 3. Deməli, mənim birinci köküm buna bərabərdir. Biz kvadrat tənliklər üçün diskriminantın düsturu yadımıza salsaq, orada belədir. D bərabərdir b kvadrat çıx 4ac, x1 bərabərdir mənfi b üstəgəl kök altda diskriminant bölünsün 2a. x2'nin düsturu isə mənfi b çıx kök altda diskriminant bölünsün 2a. Burada gördüyümüz kimi dəyişən tək şey. İndi istəsək bunu tərəf-tərəfə də bölə bilərik. Mənfi b bölə 2a üstəgəl kök altda diskriminant bölünsün 2a. Burada da olur mənfi b bölə 2a çıx kök altda diskriminant bölə 2a. Deməli, burada bizdə dəyişən tək şey diskriminantın qarşısındakı işarədir. Burada müsbət idi, burada mənfi olur. Deməli, bizim köklərimizi fərqləndirən, əgər irrasional kökümüz varsa, onları fərqləndirən tək şey bax bu kökün qarşısında, irrasional hissənin qarşısında olan işarədir. Əgər bizdə x1 4 çıx 2 köküsə bərabərdirsə, x2 onda 4 üstəgəl 2 köküsə bərabərdir. Bundan sonra nə edə bilərik? P və Q bizdə əmsallardırsa, Viyet teoremi ilə yaza bilərik ki, x1'i x2'ye vuranda, yəni 4 çıx 2 kökdə 3 vurulsun 4 üstəgəl 2 kökdə 3.
edəcək 16 çarpı 12 bərabərdir şüyə. Yəni ki 4'üymüş. x1 üstəgəl x2 də bərabərdir 8'ə. Bu da mənfi p'yə bərabərdir Viet teoreminə görə. Onda p mənfi 8 olur. Toplayanda isə cavabımız mənfi 4 edəcək. Deməli, bilməli olduğumuz xassə, əgər kvadrat tənliyin irrasional kökləri varsa, birinci kökü bildiriksə, ikincini də tapa bilərik hardan. Sadəcə bu irrasional sistəmin qarşısındakı mənfini müsbət ya da müsbəti mənfi eləməkdir.